zaman xatirələri əzizlərinin, xalqının, millətinin qəlbində yaşayacaqdır. Allah təbarək və teala axirət günündə iki dəstə var ki, onlara böyük məqam verir. Onlardan biri şəhidlər, ikincisi alimlər. Allah Rəsuluna sual verdilər, ya Rəsulallah, şəhidlərlə alimlərin içində ən üstün təbəqə hansı təbəqədir? Buyurdu, alimin məqamı, şəhidin də məqamından üstündür. Çünki Fəzail müəllim kimi ziyalılar nə qədər bizim şəhidlərimizi o zirviyə qaldıran insanların səbəbkarı belə insanlar oldu. Vətəni sevməkdə, vətən üçün canın hətta verməkdə, vətəni hətta hər şeyin qurban verməkdə bu alimlərin əməyi oldu. Bunların tövsiyələri oldu, elmləri oldu və bu günləri əlhəmdülillah biz azad, müstəqil bir ölkədə yaşayırıq. Allah təbarək və teala şəhidlərimizlə rəhmət eyləsin, müəllimə rəhmət eyləsin. Hər birimizdən sonda inşallah son vidadır. Səmimi qəlbdən, könüldən təbii ki, müəllimin hamımızın boynunda haqqı var. Amma bizlər də son anda haqqımızı mərhum üçün talab edərik.